Esselamu Aleyküm ve Rahmetullah. Her vaktiniz hayırlı olsun inşallah. Sözüm buradan bizi istəyənlərə, bizi dəstəkləyənlərə və bizim üçün dua edənlərədir. Və həmçinin İslam düşməni olan Siyonizmə və Siyonizmi dəstəkləyənlərədir. Ümumidir. O şəxslər ki, bizə görə narahatdır və bizlər üçün dua edirlər və bizləri dəstəkləyirlər, bizləri istəyirlər. Qətiyyən narahat olmayın və qətiyyən kədər sizi bürüməsin. Çünki bu dünyada nə baş versə, mütləq şəkildə bizim xeyrimizədir. Bu dünyada qalsaq da, bu dünyamızdan köçəcəkdir. Yəni, naumidlik ən böyük günahdır və biz də naumidlikdən uzaqıq. Qətiyyən naumid olmayın və qətiyyən arxayın olun ki, mütləq şəkildə biz qalibik. 2 dənə qələbə Allah bizə vəd verib. 2 dənə qələbə. Ya şəhadət, ya da ki, düşmənin başını əzmək. Bu 2 dənə qələbə mütləq şəkildə Allahın vədidir. Və mütləq şəkildə bu baş verəcək. Bu 2 qələbədən biri, Quran dediyi kimi. Və sözüm də bu siyonistlərədir. Və siyonizmi dəstəkləyənlərə və siyonizmə dəstək verənlərə. Göndərdiyiniz agentlər və göndərdiyiniz killerlər hamısı qətl olunub və hamısı torpağın altındadır. Yarısı qaçıb, yarısı da dəvəquşu kimi başını gizlənir və elə bilir ki, bizim onlardan xəbərimiz yoxdur. Və siz də nə bilim Azərbaycanda və s. başqa ölkələrdə heç nədən xəbəri olmamış, özünüzə elə aparırsınız ki, güya da sizin burada nəsə xeyrinizə nəsə baş verib və yaxud xeyrinizə nəsə olub. Əksinə, siz indiyə qədər belənci bir ziyan görməyibsiniz və indiyə qədər belənci ifşa olmayıbsınız. Sizin belə ifşa olmağınız və sizin bu dərəcədə itkiniz sizin üçün ən böyük zərbədir. Özünüzə yalandan təsəlli verməklə, özünüzə yalandan bəhanələr və yalandan orada yalan məlumatlar yaymaqla elə bilməyin siz xeyrə doğru gedirsiniz. Siz həddindən artıq ziyan içindəsiniz və sizi həddindən artıq böyük bəlalar gözləyir bizim əlimizlə. Mən dua eləyirdim ki, ilahi, bu hadisələrdə ki, bu zalim düşmən, siyonist düşmən bizim arxamızda bu qədər işlər görür və bu qədər insanlar göndərir. Bizə şəhadəti qismət elə. Biz yalvarırdıq Allaha dualarımızda ki, bizə Allah şəhadəti nəsib eləsin. Görünür ki, yox, bizim hələ qabaqda görəcək işlərimiz çoxdur. Və göndərdiyiniz o dediyim kimi agentlər və killerlər göründüyü qədər o qədər də güclü, təcrübəli deyilmişlər. Və dediyim kimi, onlar hamısı dünyasını dəyişib. Yarısı qaçıb, yarısı da dəvəquşu kimi gizlənir və elə bilir ki, bizim onlardan xəbərimiz yoxdur. İnşallah ki, siz hələ hadisələri qabaqda görəcəksiniz. Biz şəhid olmamış, biz dünyamızı dəyişməmiş, sizdən əl çəkən deyilik. Gözləyin, biz də ki, sizin kimi gözləyənlərdənik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.